Və salonlarda ən böyük yalanlar nədir? Ən yaxşı bizik. Birinci yalandır. İkinci yalan odur ki, kompleks xidmət təklif edirik. Üçüncü yalan budur ki, çoxdur yalanlar. Amma mənə görə mənim ən böyük yalanım nədir? Mən birincidən başlayım deyirdim, ən yaxşısı biz olacaq. Hələ də o yalanı deyirəm, çünki ən yaxşısı biz deyirik və olmağa çalışırıq. Heç bir sistem mükəmməl deyil, amma ən azından mükəmmələ yaxın olmalıdır. Yəni, bizə necə, onda necə deyirlər, hamı nəsə yalan uydurur, düzdürmü? Nəsə satmaq üçün. Daha vicdanlılar o yalanın altını doldurub reallaşdırırlar. Yəni doldururlar və reallaşdırırlar. Onu vicdanlılar onu bacarır. Vicdanı olmayanda, mən belə baxıram, biraz mən şeyəm. İşini yaxşı eləməyənlərə məncə həbs verilməlidir bizim ölkədə. Bütün sferalarda. Yəni, bütün işi görən hər kəs işini çox yaxşı eləməlidir, məsuliyyət almalıdırlar. Bu məsuliyyəti mən çəkirəm, amma təəssüflər olsun ki, həm biznesmen dostlarımızda baxıram ətrafımızda, həm də ümumiyyətcə ölkədə baş verənlərə baxıram ki, insanlar